Nənə, neyinirsən ay nənə? Nehrə çalxıyıram nəvələrim üçün. Yesinlər sənə qurban olum ay balam. Ömrüm günüm sizlərə qurban, nəvələrimə, nəticələrimə. Bax bu da qızım bax. Bu ağı, bunun elə bil qatığı, bax buradan tökürlər içinə. Sonra bunu nənələrimiz, sonra bunu örtürdülər ağzını ki, yəni belə çalxalayanda, bax belə silkələn tökülməsin. Tökülməsin. Mənim nəvəm. Sonra bunu belə eləyirdilər, böyür üstə döndərirdilər. Ayranını çıxartırdılar, yağını götürürdülər. Yağını aralayır götürürdülər. Soyuq su ilə yuyurdular, həmin qarına basırdılar. Göstərdiyim qarına, verişlərin birində göstərdiyim qarına. Qoyun qarnı. Qoyun qarına. Sonra biz balaca uşaqları burada oturdurduq belə. Nənələr oturdurdular və belə çalxalayırdılar uşaqlar. Bir adətləri var idi. Mən 26 yaşımda oradan bura qoyurdular dəmir balta yerə. Bir də göy cicitcan qoyurdular ki, bərəkətli olsun. Bax belə. Çox gözəldir nənə nehrən, çox gözəl. Ay qızım, Allah sizi canınızı sağ eləsin, nəvələrimizi, balalarımızı. Allah bu ev yəsinin canını sağ eləsin. Balalarını, nəvələrini. Sağ olun, hələlik. Like qoymağı unutmayın. Allah sizi qorusun.